Salam, hər vaxtınız xeyir. 9-cu sinif buraxılış imtahanına hazırlaşan şagirdlər üçün Güvən Nəşrlər test toplusunun sınaq 5-dəki sualların həllinə baxaq. Birinci sualda bizə verilib 4x, 4y ədədi 3-ə, 4-ə və 5-ə qalıqsız bölünərsə, x-in ala biləcəyi ən böyük qiyməti tapın. Deməli, əvvəlcə 5-ə bölünmək üçün baxaq. 5-ə bölünməsi üçün sonuncu rəqəm, yəni y, ya 0 ya da 5 olmalıdır. Y ya 0 ya 5 olsa 5-ə bölünəcək. Burada yazaq. 5-ə bölünəcək. İndi keçək 4-ə bölünməyə. 4-ə bölünməsi üçün son 2 rəqəm 4-ə bölünməlidir. Son 2 rəqəm də 4y-dir. Y 5 olsa 45 olur, 45 4-ə bölünmür. Deməli, y 5 ola bilməz. Y yalnız 0 olacaq ki, 4-ə bölünsün. Y 0 olanda bu ədəd 4-ə də bölünür, 5-ə də bölünür. İndi gəlin 3-ə bölünməni yoxlayaq. 4 üstə gəl x, üstə gəl 4, üstə gəl y də 0. Verir bizə 8 üstə gəl x. X də bərabərdir. 1 olmalıdır ki, 9-a bölünsün. Daha doğrusu 9 olsun, 3-ə bölünsün. Amma bizdən x-in ala biləcəyi böyük qiyməti soruşur. X ən kiçik 1 ola bilər. Sonra biz 3-ün qaydasını yoxladığımıza görə 3-ü çarpacaq. Üzərinə 3 gələndə 4. Üzərinə 3 gələndə 7. Deməli, x ən böyük 7 olmalıdır ki, bu ədəd həm 3-ə, həm 4-ə, həm də 5-ə qalıqsız bölünsün. Düzgün cavab C variantı. Düzbucaqlı trapeziyanın 3 daxili bucağı 4/5/6 nisbətində olarsa, kör bucağını tapın deyir. Deməli, düzbucaqlı trapeziya, baxın, düzbucaqlı trapeziya çəksək. Burada biz bilirik ki, 2 dənə bucağı 90 dərəcədir. Burada da 4/5/6 olduğuna görə, yəni bunlardan bu bucaq 90 dərəcələrdən birini götürüblər. 360-dır, deməli 4 bucaqlı bucaqların cəmi. 360-dan bu 90-ı çıxıram. Qalan 3 dənə bucağı qalır 270 dərəcə. Yəni 4K üstə gəl 5K üstə gəl 6K bərabərdir 270 dərəcə. Buradan alırıq biz 15K bərabərdir 270-ə. K da bərabərdir. Deməli 1 dəfə 15, 120-də də 8 dəfə. K olacaq 18. Bizdən kör bucağı soruşur. Kör bucaq 6K olandır, yəni ən böyük olan. 6-nı da vuracağıq 18-ə. 6 vur 8, 48. 8 yazarıq 4 yadda. Olacaq cavab 108 dərəcə Y variantı. Üçüncü sual çoxluqlara aid sualdır. Deməli, elementlərin sayı lazımdır. Əvvəlcə gəlin A birləşmə B-ni yazaq. A birləşmə B 1-dən 8-ə qədər bütün elementlər. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni 1-dən 8-ə qədər bütün elementlər. Sonra A-la B-nin kəsişməsini yazırıq. Kəsişmə ortaq olan elementlər 4, 5, 6 və 7. Bunlar ortaq olanlardır. 4, 5, 6, 7 hər ikisində olanlardır. İndi bizə deyir ki, birləşmədə olsun, amma kəsişmədə olmasın. Həmin elementlərdə 1, 2, 3 elementlərdir. 1, 2, 3, bir də 8. 1, 2, 3, bir də 8. Yəni, birləşmədə olsun, amma kəsişmədə olmasın. Sayıda 4 dənə element, yəni düzgün cavab Y variantı. Dördüncü sualda kvadrat tənliyin kökləri hasilini soruşur. 3x kvadratı çıx 12 bərabərdir 0. 3x kvadratı 12-ni sağ tərəfə atıraq, müsbət 12. X kvadratı 12-ni 3-ə böləndə 4. Burada da x bərabərdir plus minus 2. Çünki həm mənfi 2-nin kvadratı müsbət 4-dür, həm də müsbət 2-nin kvadratı müsbət 4-dür. Ona görə köklər hasili olacaq mənfi 2 vurulsun 2, yəni mənfi 4. D variantı. Bunu şifayədə yaza bilərik. Necə yazırıq? 3x kvadratı çıx 12 bərabərdir 0. Hər tərəfi 3-ə böləndə x kvadratı çıx 4 bərabərdir 0. Viet teoreminə görə əgər bunun kökləri cəmi soruşulsa, əks işarənin ikinci həddin əmsalı, yəni mənfi b, bizim tənliyimizdə də b yoxdur, ona görə 0. Köklər hasili isə sərbəst həddə bərabərdir. Tənliyimizdə sərbəst hədd mənfi 4-dür. Çünki siz burada bilməlisiniz ki, x kvadrat üstə gəl bx üstə gəl c bərabərdir 0. Çevrilmiş kvadrat tənlikdir. Çevrilmiş kvadrat tənlik nədir? X kvadratın əmsalı 1-dir. Çevrilmiş kvadrat tənlik üçün Viet teoremi kökləri cəmi əks işarənin ikinci həddin əmsalına, köklər hasili sərbəst həddə bərabərdir. Yəni cavab D variantı. Köklər cəmi soruşulsaydı 0 götürərdik. 5-ci sualda A, B-yə paraleldir. Şəklə əsasən x-i soruşur. A, B-yə paraleldir. Deməli, burada neyniyək?
Baxın, bu kör bucaq deyilmi? 150 dərəcəli bucaq. Bu altdakı xətti də uzadıram bu cür. Bu cür uzatdım. Bura 6x üstəgəl 20 isə buradakı bucaq da 6x üstəgəl 20-dir. Bura 7x isə buradakı qarşılıqlı bucaq da 7x-dir. Baxın, bura 7x isə burada 7x-dir. Bu içəridəki göy üçbucağa baxırıq. Bu üçbucağın bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Buradakı bucaq 7x üstəgəl 150-nin qonşusu 180 çıx 150 30 üstəgəl. Bir də buradakı bucaq o da 6x üstəgəl 20-yə bərabərdir. Çünki uyğun bucaqlardır. A düz xəttini B-nin üstünə qoyanda bu bucaqlar üstə düşür. Baxın, göstərirəm, bu göylə göstərdiyim bucaqlar uyğun bucaqlardır. Yəni burada olacaq 6x üstəgəl 20. Üç bucağın da bucaqların cəmi 180 dərəcədir. Bu 3 dənə bucağı toplayıb 180-ə bərabər edirik. 13x 30 və 20 50 dərəcə 180-dən 50 çıxanda 130. X bərabərdir 130-u 13-ə böləndə 10. Elə bizdən x soruşur. Cavab A variantı. 6-cı sualda tərəfləri 3/4 nisbətində olan düzbucaqlının diaqonalı 15 olarsa perimetrini soruşur. Tərəflərdən biri 3K-dır, digəri 4K. Bu düzbucaqlının diaqonalı 15-dir. Bizdən perimetrini soruşur. Baxın, burada düzbucaqlı üçbucaq alınır. Pifaqor teoremi. 3K-nın kvadratı ilə 4K-nın kvadratları cəmi bərabərdir 15-in kvadratına. 9K kvadratı üstəgəl 16K kvadratı 225. 25K kvadratı bərabərdir 225-ə. K kvadratı bərabərdir 9-a. K da bərabərdir 3. 9 3-ün kvadratıdır. Bizdən perimetrini soruşur. Perimetr 2A plus B. 2 vur. Tərəflərdən biri A 3K idi. K da 3'dür. 3'ü 3'ə vuranda 9. Digəri 4K. 4'ü 3'ə vuranda 12. 9'dan 12'ni toplayırıq. 2'yə vururuq. 9'dan 12 21. 2'yə vuranda 42. Düzgün cavab B variantı. Bir daxili bucağı 160 dərəcə olan düzgün çoxbucaqlının daxili bucaqlarının cəmini tapın. Baxın, bir daxili bucaq 160 dərəcədirsə, buna qonşu olan xarici bucaq 180 çıx 160 olacaq 20 dərəcə. Bir daxili bucaq 160 dərəcədirsə, qonşu bucaq xarici bucaqdır. Buraya yazıram, daxili bucaq özləri veriblər. Bu xarici bucaqdır, 20 dərəcə olan bucaq. Deməli, biz də bilirik ki, düzgün çoxbucaqlıda n 360 bölünsün xarici bucaq. Yəni 360'ı böləcəm 20'yə olacaq 18. Deməli bu düzgün 18 bucaqlıdır. Çünki tərəflərinin sayını 18 aldıq. N 18'dir. İndi bizdən bunun daxili bucaqlarının cəmini soruşur. Daxili bucaqların cəmi 180 vurulsun. N çıx 2. Uşaqların səs-küyünə bir görə bağladım. Baxaq. 180 vurulsun 18'dən 2 çıxanda, burada n yerinə 18 qoysaq, 18 çıx 2 16 bərabərdir. 18'i 16'ya vurub yanına 0 yazaq. 6 vur 8 48. 4 yadda 108 8 1. Olacaq 2 8 8 0. 2880 dərəcə. Yəni A variantı. 8 nömrəli sualda K'nın hansı qiymətində tənliklər sisteminin sonsuz sayda həlli var? A1 böl A2 bərabərdir B1 böl B2 bərabərdir C1 böl C2 şərti ödənərsə tənliklər sisteminin sonsuz sayda həlli var. A'lar X'lərin əmsallarıdır, B'lər Y-lərin əmsalları, C'lər isə sərbəsədləri, yəni yanında hərf olmayan hədd. Buradakı A, X'in əmsalı A1 2'dir. Altdakı tənlikdə A2 mənfi 5'dir. Burada B K'dır, B2 3. C mənfi 6, burada da 15. Buradan çarpaz vuranda mənfi 5K bərabərdir 6'ya. K da bərabərdir mənfi 1/2. Elə bizdən K soruşulurdu. Düzgün cavab B variantı. Bu ikisindən də K'nı tapa bilərdik. Yeni cavab eyni olacaq yəni. Baxırıq 9 nömrəli suala. Kəsirlərinin ən sadə ortaq məxrəcini soruşur. 4 vur x kvadratı üstəgəl x bərabərdir. 4 olduğu kimi qalsın. Buradan orta qruq çıxardırıq. X olacaq x üstəgəl 1. Digərindən 6 vurulsun x kvadratı çıx x. Yəni x orta qruq çıxardıram. X çıx 1.
Ortaq məxrəc ədədlərə baxırıq. 4-ə və 6-ya bölünən ən kiçik ədəd əkyob 12-dir. Əkyob 4 və 6. Burada hər ikisi 2-yə bölünür. 2-ni orta qrup çıxardıram. Qalır əkyob 2 və 3. 2 və 3 də qarşılıqlı sadə ədədlərdir. Əkyob 6-ya bərabərdir. Yəni həmin ədədlərin hasilinə. 2-ni 6-ya vuranda əkyob olacaq 12. Yəni cavab 12 vurulsun. Baxın, hər ikisində x var. Həmin x-lərdən birini götürürəm. X plus 1 və x minus 1 hər ikisini götürürəm. Çünki fərqli mötərizələrdir. X minus 1, x plus 1. Cavab olacaq. Hansı cavab? 12. Deməli, bunlar bir-birinə vuranda bu x kvadratı çıx 1-in açılışıdır. 12x'i də x kvadratı çıx 1-ə vuranda olacaq 12x kubu çıx x. Yəni D variantı düzgün cavabdır. Çünki baxın, buradan x-i çıxartsaq, qalır x kvadratı çıx 1 qalır. X kvadratı çıx 1-in də açılışı x çıx 1, x plus 1. Ona görə düzgün cavab D variantı. Kökləri 0,5 və mənfi 2 olan tənlik aşağıdakılardan hansıdır? Deməli, kökü 0,5-dirsə, bu yəqin ki yox. Yəni belə nəzərdə tuturuq ki, müsbət kökdürsə, mötərizənin içində mənfi olmalıdır. Çünki x çıx 0,5-i 0-a bərabər edəndə x olacaq müsbət 0,5. Digər vuruq da x plus 2 olmalıdır ki, x plus 2-ni 0-a bərabər edəndə buradan x bərabərdir, mənfi 2 alınır. Çünki deyir ki, 0,5 və mənfi 2. Mənfi 2 olmaz, çünki mötərizənin içində müsbət 2 olmalıdır. Deməli, kökləri müsbət 0,5 və mənfi 2 olan tənlik B variantında verilib. X çıx 0,5 və x plus 2. Yəni, həmin köklərin əksi olmalıdır mötərizənin içində. M nöqtəsi AB parçasının orta nöqtəsidir. A və M nöqtələrindən A düz xəttinə qədər məsafələr 6 və 9 olarsa, B nöqtəsindən A düz xəttinə qədər məsafəni tapın. Baxın, burada verilən fiqur düzbucaqlı trapesiyadır. Düzbucaqlı trapesiyada burada M nöqtəsi AB-nin orta nöqtəsidirsə, buradakı K nöqtəsi də bu düz xəttin orta nöqtəsidir. Deməli, MK burada orta xətdir. Orta xəttdə oturacaqları cəminin yarısına bərabərdir. Bunu trapeziyadan bilirik. Burada da MK orta xəttdir. MK bərabərdir AN üstəgəl BL böl 2. Bərabərdir yox, altdan yazmalıyam. MK'mız 9'dur. AN'imiz 6'dır. BL də X'dir. Böl 2. 18 bərabərdir 6 plus x-ə. X də bərabərdir 18-dən 6 çıxanda 12. Düzgün cavab C variantı. Qabarıq 8 bucaqlının diagonallarının sayını tapın. Qabarıq n bucaqlının diagonalların sayı n vurulsun n çıx 3 böl 2. N də 8 olduğuna görə 8 vur 8 çıx 3 5 böl 2. Yəni cavab 20 C variantı. Həm 9'ların, həm 11'lərin əzbər bildiyi düsturlardan biri. 13 deməli suala baxırıq. ABC 3 bucağında bucaqların nisbəti 2 böl 3 böl 4 olarsa, A bucağının tənbüləni ilə C təpəsindən çəkilən hündürlük arasındakı kör bucağı tapın deyir. Əvvəlcə bucaqların nisbətinə görə həmin 3 bucağın bucaqlarını tapaq. 2K üstəgəl 3K üstəgəl 4K bərabər deyir 180 dərəcə. Deməli, verir bizə 9K bərabərdir 180-a, K da bərabərdir 20. K 20-dirsə, A bucağı olacaq 2K idi, 2 vurur 20, 40. B bucağı 3K, 3 vurur 20, 60. C bucağı 4K, 4 vurur 20, 80. 3 bucağı çəkirik əvvəlcə. A, B, C 3 bucağı. Bucaqları da adlandırsaq, 40 dərəcəli bucaq, 60 dərəcəli bucaq, 80 dərəcəli bucaq. İndi A bucağının tənbüləni ilə C təpəsindən çəkilən hündürlük arasındakı bucaq soruşur. Gəlin əvvəlcə C təpəsindən hündürlük çəkək. Bu hündürlük olsun. Bir də A bucağının tənbüləni. A bucağının tənbüləni AN. İndi şəkli yaxınlaşdırıram. Baxın, A bucağının tənbüləni olduğuna görə bu 40 dərəcəli bucaq 20-20 olaraq bərabər hissələrə bölünəcək. Bunu sildim, tezdən çəkəcəm. AN tənbülən olduğuna görə A bucağı 20-20 olaraq bölündü. Burada 90, 20-si bu mavi rənglə göstərdiyim 3 bucaqda. Bu CK isə burada perpendikulyar idi. 90-20 olduğuna görə buradakı bucaq qalır 70. 70 iti bucaqdır. Kör bucaq soruşduğuna görə 70'in qonşusu 180 çıx 70 olacaq
110 dərəcə və yaxud da buradakı bucaq eyni bucaqdan söhbət gedir. Yəni cavab olacaq B variantı. Əgər iti bucaq soruşulsaydı cavab 70 dərəcə. Keçirik 14 nömrəli suala. Kvadrat tənlik verilib, tənliyin kökləri x1 və x2 olarsa, kublar cəminin qiymətini soruşur. Gəlin əvvəlcə x1 kubu üstəgəl x2 kubunu açaq. Bunun açılışı birinci kublarsız x1 üstəgəl x2. İkinci mötərizədə bunların kvadratı, yəni x1 üstəgəl x2'nin kvadratı çıx 3 vur x1 x2. İndi verilmiş kvadrat tənlikdə x1 üstəgəl x2 bərabərdir. Əks işarənin ikinci əddindən əmsalı 5. x1 vur x2 isə 3'dür. Gətirib yerinə qoyuruq. Yerinə qoysaq x1 üstəgəl x2'nin yerinə 5 yazıram. 5 vurulsun. Burada da 5'in kvadratı çıx 3 vur x1 vur x2 də 3'dür. 5 vur 5'in kvadratı 25, 3 vur 3 9. 25'dən 9 çıxanda 16, 5'i də 16'ya vursaq cavab olacaq 80. Yəni B variantı düzgün cavabdır. 15 nömrəli suala baxırıq. Kəsri ixtisar olunandırsa, K-nın mümkün qiymətlərinin cəmini tapın. Məxrəc vuruqlara ayrılır. X çıx 3, x plus 3 kimi. Sürəti isə x kvadratı üstəgəl x çıx k. Deməli, əgər bu kəsir ixtisar olunursa, deməli, məxrəcin vuruqlarından hər ikisi sürətdə də var, amma tək-tək yoxlayacağıq. Birincisi, deyək ki, məxrəcdəki x minus 3 ilə sürətdəki x çıx 3 ixtisar gedir. Deməli, x çıx 3'ü sıfıra çevirən x, yəni x bərabərdir 3, həmçinin sürəti də sıfıra çevirməlidir. Sürətdə x-in yerinə 0 qoyub sıfıra bərabər edək. 3'ün kvadratı üstəgəl 3 çıx k bərabərdir 0. 9 üstəgəl 3 12. Deməli, buradan k bərabərdir müsbət 12. İkinci hal, deyək ki, x plus 3 ilə sürətdəki x plus 3 ixtisar gedir. Bu zaman məxrəcdəki x plus 3'ü sıfıra çevirən x tapılır, mənfi 3'dür. Mənfi 3'ü sürətdə yerinə qoyuruq. Mənfi 3'ün kvadratı çıx 3 çıx k bərabərdir 0. 9 çıx 3 6. Deməli, k 6'dır. K-nın qiymətlərinin cəmini soruşur. 12 və 6'nın cəmi olacaq 18. Yəni, bu tip başqa suallar da olur. Deyək ki, kvadrat tənliyin köklərindən biri 2 olarsa, k-nı tap. Bu zaman həmin kökü aparıb tənlikdə yerinə qoymalıyıq və tənliyi sıfıra bərabər etməliyik. Çünki tənliyin köküdürsə, yəni həmin ifadəni də sıfıra çevirməlidir. Baxırıq növbəti sualı. Ata qızından 7 dəfə böyükdür. Ata, burada yazaq qız. Qızın x yaşı var, atanın 7x yaşı var. 2 il sonra isə ata qızından 5 dəfə böyük olacaq. 2 il sonra atanın olacaq 7x üstəgəl 2 yaşı, qızın olacaq x üstəgəl 2 yaşı. Deməli, bu zaman qızın yaşını vuracaq 7'yə, çünki həmişə balacanın yaşını vururuq. Bərabər edəcək atanın yaşını. 7x üstəgəl 2 bərabərdir. 5 dəfə böyük olacaq deyir. Mən də deyirəm, niyə doğru bərabərlik alınmır. 5 dəfə böyük olacaq. Ona görə 5'ə vurmalıyıq qızın yaşını. 7'yə yox, buradakı 5'ə. Çünki deyir ki, 2 il sonra 5 dəfə böyük olacaq. 2 il sonra həm atanın yaşı 2 ilə artır, həm də qızın yaşı. Deməli, buradan sol tərəf 7x üstəgəl 2 bərabərdir sağ tərəfdə 5x üstəgəl 10. 7x çıx 5x bərabərdir 10 çıx 2. 2x bərabərdir 8'ə, x-ə bərabərdir 4'ə. Ata qızından neçə yaş böyükdür? Qızın deməli 4 yaşı var, atanın isə 7 vur 4, 28 yaşı var. Ata qızından neçə yaş böyükdür? 28 çıx 4. Ata qızından 24 yaş böyükdür. Sürəti 14 dəfə, məxrəci isə 5,6 dəfə azalan adi kəsirin qiyməti neçə dəfə azalar? Deməli, kəsiri götürürük A böl B şəklində. Sürəti 14 dəfə azaldıran. A-nı 14 dəfə azaltmaq, A-nı 14'ə bölmək deməkdir. Məxrəci isə 5,6 dəfə azaldıram, B-ni 5,6'ya bölürəm. Gəlin, indi bunu hesablayaq. Sürət olduğu kimi qalır. Bölmə vurma ilə əvəz olunur. Kəsir tərsinə çevrilir. Yəni, B-də 5,6. A böl B-ni saxlayıram. Burada 5,6 böl 14 bərabərdir. A böl B. Vergül bir rəqəm sağa sürüşəndə 14'ün yanına 0 gəlir. Yəni, 140'da 56.
56'nı 14'e böləndə 4 dəfə, 140'ı 14'e böləndə 10 dəfə. 4'ü də 10'a böləndə 0,4 A böl B. Kəsirin qiyməti necə dəyişər deyir. Bayaq kəsirin əvvəlində 1 var idi. Baxın, bayaq kəsirin əvvəlində 1 var idi. İndi kəsirin əvvəlində 0,4 olub. 1'i 0,4'e böləndə olacaq 2,5. Deməli, kəsirin qiyməti 2,5 dəfə azalar. Yəni, kəsirlərin əvvəlindəki əmsal müqayisə edəcəyik. Burada 1 idi, indi 0,4. 1 necə 0,4'e gəlir? 1'i deməli 2,5 dəfə azaldanda 0,4 olur. Düzgün cavab 2,5. 18 nömrəli suala baxırıq. Düzgün çoxbucaqlının bir təpəsindən çəkilmiş bütün diaqonalları çoxbucaqlının 8 üçbucağı ayırır. Bu çoxbucaqlının bir xarici bucağı neçə dərəcədir? Baxın, bu nə deməkdir? Məsələn, ən sadə düzbucaqlıdan baxsaq və yaxud da düzgün çoxbucaqlı deyir, kvadrat olsun, fərqi yoxdur. Kvadrat məsələn. Kvadratın bu təpəsindən bir dənə diaqonal çəkirəm. Yəni, deyək ki, bu A təpəsi olsun. Mən bu A təpəsindən yalnız bir dənə diaqonal çəkə bilərəm. Bu diaqonal çəkəndə burada 2 dənə üçbucaq alınır. 1, 2. Yəni, düzdür, n çıx 2 kimidir. N nədir? En düzbucaqlının tərəflərinin sayı 4. 4 çıx 2. Baxın, 2 dənə üçbucaq alınır. Deməli, burada bizə deyir ki, bir təpəsindən çəkilmiş bütün diaqonalları 8 üçbucağa ayırır. n-2'ni 8'e bərabər edəcəyik. N olacaq 10. Deməli, bu düzgün 10 bucaqlıdır. Düzgün 10 bucaqlının da bir xarici bucağı 360'ı böləcəyik ona. Olacaq 36 dərəcə. Kənar hədlərinin nisbəti 3 olan tənasübün orta hədlərin hasili 75 olarsa, kənar hədlərinin cəminin müsbət qiymətini tapın. A böl B bərabərdir C böl D. Bu iki nisbətin bərabərliyi tənasüb. Kənar hədlərin nisbəti 3'dür deyir. Yəni kənar hədlər A və D-dir. A-nın D-yə nisbəti 3'ə bərabərdir. Orta hədlərin hasili 75'dir. Yəni B vur C bərabərdir 75'e. Kənar hədlərin cəminin müsbət qiymətini soruşur. İndi biz bu tənasübün əsas xassəsindən görə bilirik ki, kənar hədlərin hasili bərabərdir orta hədlərin hasilinə. Buradan A-nı tapsaq, A olacaq 3D. Gətirib yerinə qoyuruq. A-nın yerinə 3D qoyuram. 3D vurulsun D bərabərdir. B vur C də 75'e bərabərdir. Buradan 3D kvadratı bərabərdir 75'e. D kvadratı 75'i 3'e böləndə 25. D də bərabərdir plus minus 5. Amma mən müsbət 5'i götürəcəm. Çünki müsbət qiyməti soruşur. D 5'dirsə A 3D idi. 3'ü vuracam 5'e olacaq 15. Kənar hədlərin cəminin müsbət qiyməti. Kənar hədlərdən biri 15'dir, digəri 5'dir. 15 ilə 5'in cəmi 20. Diaqonalı 8 olan düzbucaqlının tərəflərinin orta nöqtələrini birləşdirməklə alınan dördbucaqlının perimetri neçə santimetrdir? Əvvəlcə düzbucaqlı çəkirik. Deyir ki, tərəflərinin orta nöqtələrini birləşdirməklə. Deyək ki, bura Y olsun. Burada Y. Burada X isə bu da olsun X. Burada X isə bu da X olsun. Y isə burada olsun Y. Aha. İndi deməli, buradan diaqonal çəkirik. Diaqonal 8'dir. Bu qırmızı rənglə göstərdiyim üçbucağa baxsaq görərik ki, burada MN orta xəttdir. Çünki yan tərəflərin ortasını birləşdirib. Orta xətt paralel olduğu tərəfin yarısı. Yəni diaqonal 8 isə orta xətt olacaq 4. Eyni qaydada, yəni buradakı üçbucaq üçün, yenə burada da orta nöqtə olduğuna görə K və L, burada olacaq 4. Digər ikinci diaqonalı çəksək, burada da yenə eyni şey, yəni tərəflər olacaq 4. İçəridə tərəfləri bərabər olan fiqur alınır, yəni romb. Perimetrdə P bərabərdir 4A. 4'ü 4'e vursaq olacaq cavab 16. Kök altda 56 ədədindən böyük olan ən kiçik tam ədədi tapın deyir. Kök altda 56 deməli yerləşir. Kök altda 49'dan böyükdür. Kök altda 8'in kvadratı 64'dən kiçikdir. Deməli burada ən yaxın olacaq kök altda 64.
Kök altı 56'dan böyük olan en küçük tam ədədi soruşur. Yəni kök altı 56'dan böyük olmalıdır bu. 64. 64'ten də 8 çıxır. Deməli, buraya ən yaxın olan ən kiçik tam ədəd olacaq 8. Düzgün cavab 8'e bərabərdir. Biraz sual çaşdırıcıdır. Əslində kök altı 56'dan kiçik soruşulmur. Kök altı 56'dan böyük soruşulur. Yəni olacaq 64. 64 də 8'in kvadratı deməkdir. Olacaq düzgün cavab 8. Ədədi ortası 60 olan 3 ədəddən birincisi 45'e bərabərdir. İkinci ədəd birinciden 60% çoxdur. Deməli, birincinin əvvəlcə 60%'ini tapırıq. 45'i 60'a vurub bölürəm 100'e. Bərabərdir. Sıfırları silirik. 10 böl 5 2, 45 böl 5 9. 6 böl 2 3, 9'u 3'e vursak 27. Yəni 45'ten 27 vahid böyükdür ikinci ədəd. Bu da bizə verir 72. 72 ədədi. Baxın, deyir ki, ikinci ədəd birinciden 60% böyükdür. Əvvəlcə birinci ədədin 60%'ini tapırıq. Sonra həmin birinci ədədin üzərinə 27 gəlirik. Yəni həmin 60%'ini gəlirik. Olacaq 72. Üçüncü ədədi soruşur. Üçüncü ədəddə olsun x. Bu 3 dənə ədədi toplayıram. 45 üstə gəl 72 üstə gəl x. Bölürəm 3'e. Ədəd orta ədədlərin sayına bölürük. Bərabərdir 60. Çünki ədəd ortası 60 olsun deyir. 45'ten 72 117 üstə gəl x 63'e vuranda 180. X-ə bərabərdir. Cavab olacaq 63. 180'dan 117 çıxırıq. 23 nömrəli sualda düzbucaqlı üçbucağın katetlərinə çəkilən medianları 18 və 4 kök altı 11 olarsa hipotenuzuna çəkilən medianı tapın. Əvvəlcə deməli bu 18 olan medianı çəkirik. Median qarşı tərəfi yarıya bilir. Bura x, bu da x olsun. Digər tərəfdə bu biz medianı çəksək. Burada olacaq y, y. Gəlin Pifaqor tətbiq edək. A, B, C üçbucağı. BN medianı, SK medianı. Əvvəlcə baxırıq üçbucaq BAN-ə. Üçbucaq BAN. Üçbucaq BAN üçün Pifaqor teoremi tətbiq etsək, 2y-in kvadratı üstə gəl x kvadratı bərabərdir 18'in kvadratına. 4y kvadratı üstə gəl x kvadratı olacaq 324. İndi ikinci tərəf tətbiq edirik. Bura Pifaqor teoremini bu üçbucağa. Yəni y-in kvadratı üstə gəl 2x-in kvadratı bərabərdir 4 kök altda 11'in kvadratı. Çünki digər median 4 kök altda 11 idi. Y kvadratı üstə gəl 4x kvadratı bərabərdir 16 vur 11. Buradan y kvadratı üstə gəl 4x kvadratı bərabərdir 16'nı 11'e vuranda 176 olmalıdır. Bəli, 176. İndi bu iki tənliyi tərəf-tərəfə toplayaq. 4y kvadratı üstə gəl x kvadratı bərabərdir 324. Y kvadratı üstə gəl 4x kvadratı bərabərdir 176. Tərəf-tərəfə toplasaq 5y kvadratı üstə gəl 5x kvadratı bərabərdir 500 alınır. Hər tərəfi 5'e bölsək x kvadratı üstə gəl y kvadratı olacaq 100. İndi qaydaq sualımıza. Bizim düzbucaqlı üçbucaqda, yəni üçbucaq BAC üçün katetlərimiz 2y və 2x-dir. 2y-in kvadratı 4y kvadratı, 2x-in kvadratı 4x kvadratı bərabərdir BC-nin kvadratına. 4'ü orta qrup çıxarsaq y kvadratı üstə gəl x kvadratı, BC-nin kvadratı. X kvadratı üstə gəl y kvadratı 100 olarsa 4 vur 100, 400 bərabərdir BC-nin kvadratı. BC də olacaq 20. Deməli, hipotenuz 20'ye bərabərdir. Bizdən hipotenuza çəkilən medianı soruşur. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısına bərabərdir. Yəni 20'nin yarısı olacaq düzgün cavab 10. Demək olar ki, bu sınavın ən çətin sual olar. Çətin yox, həlli biraz uzun olan sualdır.
Geçək növbəti suala, 24 nömrəli sual. AB toxunan AD kəsən AC'nin CD'ye nisbəti 4/9. Bunu qısa videolarda da izah etmişdim. İzah etməmişim, daha doğrusu yerləşdirmişdim. Yarıya qədər həllini yazmışdım. CD 9K. CD çıx AC 10'dur. CD çıx AC bərabərdir 10. Yəni 9K çıx 4K bərabərdir 10'a. 5K bərabərdir 10. K olacaq 2. Bizdən AB'ni soruşur. Biz bilirik ki, toxunanın kvadratı bərabərdir kəsənin çevrə xaricində qalan hissəsi vurulsun ümumi kəsənin uzunluğu. Deməli, AB'nin kvadratı bərabərdir. AC'miz 4K'dır. 4 vur 2, 8. Burada yazaq. AC 4 vur 2, 8. CD 9 vur 2, 18. AC'nin yerinə yazıram 8. AD ümumi 8'den 18'in cəmi, yəni 26. Buradan AB bərabərdir. Kökün altında 8 vur 26. 8'in yerinə 4 vur 2. 26'nın yerinə 2 vur 13. 4, 2 vur 2, 4. 4 kökten çıxır. 13 də kökün altında. AB'nin uzunluğu 4 kök altda 13'e bərabərdir. Videonun altına cevabını yazan şagird var idi. Ona cevap yazmayı unutmuşam. Cevabınız düzgündür. 4 kök altda 13. Və sonuncu sual, 25 nömrəli suala baxırıq. Cəmi 75 olan A və B ədədlərini uyğun olaraq 28% və 40% artırdıqda alınan ədədlərin cəmi 32% artır. A çıx B fərqini tapın. Buraya yazıram A ədədi, bu da olsun B ədədi. A və B ədədlərini cəmi 75'dir. Birinə x yazıram, digərinə y. Yəni x üstəgəl y bərabərdir 75'e. X'i 28% artır deyil. X'i 28% artırmaq, x'in üzərinə x'in 28%'ni gəlmək deməkdir. Bu da olacaq. X üstəgəl 0,28x, yəni 1,28x. Sonra y ədədini 40% artırıram. Y-in üzərinə y-in 40%'ni gəlirəm. Y-i 40'a vurub 100'e bölürəm. Y üstəgəl 0,4y, bu da bizə verir 1,4y. Sonra alınan ədədlərin cəmi 1,28x ilə 1,4y toplayıram. 32% artır deyir. X üstəgəl y. Baxın. 32% artırmaq o deməkdir ki, 132%. 132'ni ədədə çevirəndə 1,32'ye vuracağıq. Yəni, hər hansı bir ədəd 32% artırmaq, həmin ədədin 32%'ni tapanda 0,132 edir. 1'in də üzərinə 0,132 gələndə 1,132. Və yaxud da elə birbaşa 32% artırması 132%, 132% də ədədə çevirəndə 1,32. İndi bu tənliyi həll edək. 1,28x üstəgəl 1,4y. 1,32x üstəgəl 1,32y. 1,4y çıx 1,32y. 1,32x çıx 1,28x. 1,4'dən 1,32 çıxsaq, 1,4 çıx 1,32. Olacaq, deməli 0,8 y bərabərdir. 1,32'den 1,28 çıxsaq, olacaq 0,4x. Hər tərəfi 100'e vursaq, 8y bərabərdir 4x alınır. 4'e bölsək, 2y bərabərdir x alınır. Deməli buradan və biz x üstəgəl y-in 75 olduğunu bilirik. Gətirib burada yerinə qoyuruq. 2y üstəgəl y bərabərdir 75'e. 3y 75, y də bərabər deyil 25. X olacaq 2y, yəni 2'ni 25'e vuranda 50. Bizdən A çıx B fərqini soruşur. A x'dir, B də y. 50'dən 25 çıxanda olacaq düzgün cavab 25. Sınağın əlləri bu qədər. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.